Salam hörmətli izləyicilərim. Bu günləri mən sizi çox gözəl bir xanımla tanış edəcəm. Xanım neçə ildir xəstə idiniz mədə xərçəngi ilə? 8 ilə keçmiş. 8 ildir mədə xərçəngin yenib. Mən sizə deyəndə ki, xərçəngdən sağalanların sayı ölənlərin sayından qat-qat çoxdur. Ancaq ölümü biz sensasiya edib eşidirik. Sağalanları demirik. Ona misal mənim adınız nədir xalam? Feyzi və Sərmə. Sərməgül. Sərməgül xalamdır. Xalam bizim cənubludur, talış qızıdır. 8 il öncə mədəsində yumurta boyda xərçəng əmələ gəlmiş. Bu xərçənglə Milli Onkologiya Mərkəzinə müraciət eləmiş və orada əməliyyat dərhal təklif ediblər. Xalam birmənalı əməliyyatı atqaz eləyib və əməliyyatı atqaz eləyəndən sonra xalaya başlayıblar kimya və şua terapiyası. Gözəl şəkildə 8 il bundan öncəki hələ bugünkü ağıllı kimyalardan danışmırıq. Şua kimya terapiyası gedir. Xalam bugün super şəkildədir. Çəkisi yerində, iştahı yerində, qidalanması yerində. Mən ona pəhriz deyəndə mənə qışqırır, qıza, mən qalac yiyənəm, qalac bilirsiniz nə deyir, pekarın çörəyinə. Mən təndir çörəyinə kabab yiyirəm və salam. Həyatım, bax mənim dediyim, xərçəngi yaradan deyirdim, insan beynidir, sağalan da insan beyni olacaq sağaldan. Bax, o qədər həyata şən insandır ki, o 8 ildir əməliyyatsız xərçəngi yenib. Buyurun, indi xalamı dinləyək.